Söhbətimizə xoş gəldiniz. Təsəvvür edin, maşınınızla işıqforda gözləyirsiniz. Yaşıl yanır, amma qabağınızdakı maşın tərpənmir. Siqnal verirsiniz, əsəbiləşirsiniz, amma sonra aydın olur ki, sürücü kör olub. Yəni qaranlığa yox, göz qamaşdırıcı süd kimi bir ağlığa qərq olub. Bu, sizin bizə təqdim etdiyiniz mənbələrin, yəni Jose Saramago'nun Körluq romanından fraqmentlərin başlanğıc nöqtəsidir. Bugün sizinlə birlikdə bu qəribə ağ xəstəliyin yaratdığı xaosun dərinliklərinə enəcəyik. Amma bu sadəcə bir epidemiyanın hekayəsi deyil, elə deyilmi? Sivilizasiya dediyimiz o nazik pərdə cırılanda altından nə çıxır? Biz görməyi dayandıranda əslində nəyi görməyə başlayırıq? Bəli, burada ən başdan diqqəti çəkən məqam odur ki, bu bildiyimiz körluq deyil, zülmət yox. Əksinə. Hər tərəfi bürüyən bir ağlıq. Bu, sanki bir yoxluq deyil, əksinə hər şeyi o qədər çox görməkdir ki, heç nəyi seçə bilmirsən. Maraqlıdır. Bu, fiziki bir haldan çox mənəvi bir vəziyyətin, bir ifratın təsvirinə bənzəyir. Yəni, elə bil dünya bütün rənglərini, bütün detallarını itirib və hər şey vahid, mənasız bir ağlığa qarışıb, elədir. Və bu ağlıq yayıldıqca cəmiyyətin də əsl rəngi, əsl üzü ortaya çıxmağa başlayır. Gəlin elə ilk mövzudan başlayaq, sivilizasiyanın pərdəsi əslində nə qədər nazikdir. Hər şey o ilk sürücü ilə başlayır və demək olar ki, dərhal. İlk yırtıq görünür. Dərhal. Ona güya kömək edən bir adam, onu evinə aparmaq bəhanəsi ilə maşınını uğurlayır. Heç bir tərəddüd olmadan. Bəli, bu an çox önəmlidir. Çünki bu sadə bir uğurluq deyil. Bu, böhran anında insan təbiətinin iki üzünü göstərir. Qurbanın acizliyi və fürsətçinin, belə deyim, cəsarəti. Düzdür. Mənbədə oğrunun daxili monoloqu var. O, bir tərəfdən etdiyi əməldən qorxur, hətta bir anlıq peşmanlıq kimi nəsə hiss edir, amma eyni zamanda fürsəti dəyərləndirir. Bəli, sanki Saramago bizə deyir ki, ən alçaq hərəkətin arxasında belə mürəkkəb bir insan psixologiyası var və ən qəribəsi odur ki, o, qurbanına görünməz bir bağla bağlanır və çox keçmədən özü də kör olur. Elə bil cinayətin özü onu yoluxdurur. Tamamilə. Bu, sanki sonradan olacaq dəhşətlərin ilk xəbərçisi idi. Amma pək bir fərdin xainliyi bir yana, bəs sistemin reaksiyası. Hökumətin reaksiyasına baxanda adam dəhşətə gəlir. Gözləyirsən ki, kömək edəcəklər, bir həll tapacaqlar. Amma onlar neynir? Bütün körləri və onlarla təmasda olanları köhnə bir dəlixanaya doldurub üzərlərindən xətt çəkirlər. Bu qorxudandır, yoxsa tam bir məsuliyyətsizlikdən? Bu, hər ikisidir, amma ən çox bürokratik bir qorxaqlıqdır. Onların elanlarına bir baxın. Yoluxanlara körlər və ya xəstələr demirlər. Nə deyirlər? Təcrid olunanlar, insanlıqdan məhrum edən soyuq bir terminologiya. Əskərlərin davranışı isə vəziyyəti tam anladır. Onlar qoruyucu deyil. Həbsxana nəzarətçisidirlər. Bəli. Yaxınlaşsanız güllə açılacaq. Təhdidi göstərir ki, məqsəd problemi həll etmək deyil, problemi cəmiyyətin qalan hissəsinin gözündən uzaq tutmaqdır. Dövlət ilk sınaqda öz vətəndaşlarından imtina edir. Və o dəlixananın içində sivilizasiyanın son qalıqları da sürətlə yox olur. Tualetlər işləmir, yemək qıtlığı başlayır, hər yer zibil və çirk içindədir. İnsanlar sözün əsl mənasında heyvani şəraitə düşürlər. Və bu çirkabın içində ilk ölüm baş verir. Maşın oğrusunun ayağı yaralanır və dərman istəmək üçün qapıya yaxınlaşanda əskərlər onu güllələyir, heç bir xəbərdarlıq olmadan. Bu ölüm çöldəki nizamın içərdəki xaosdan daha qəddar olduğunu göstərən bir andır. Amma bundan sonra baş verənlər daha da dəhşətlidir. Hökumət səs-gücləndirici ilə elan edir ki, ölüləri bastırmaq təcrid olunanların öz işidir. Öz öhdələrinə buraxılır. Təsəvvür edirsiniz, o kör insanlar əlləri ilə heç bir alət olmadan hasarın dibində torpağı qazıb yoldaşlarını dəfn etməyə məcbur olurlar. Bu, sadəcə bir cəsədi bastırmaq deyil. Bu, insanlığın bütün rituallarını, ölüyə hörmət kimi ən fundamental dəyərlərini bastırmaqdır. O an sivilizasiya ölür. Sivilizasiya ölür və yerini yeni, qəddar bir nizam alır. Dəlixananın digər palatasından olan bir qrup kör. Aralarından birinin tapançası olan qrup. Bəli, onlar hakimiyyəti ələ keçirir. Və bu, bizi ikinci böyük suala gətirir. Güc kör olanda nə baş verir? Əvvəlcə yemək qarşılığında bütün qiymətli əşyaları, pulu, qızılı tələb edirlər.
Silah olan yerdə gücün kimdə olduğu aydındır, amma heç kimin görmədiyi bir yerdə tapança sadəcə silah deyil, o tanrılıq iddiasıdır. Sivilizasiyanın bütün qaydaları. Bütün sosial müqavilələr bir anda yox olur və yerini tek bir qanun tutur. Mənim istədiyim olacak, çünkü buna mane olacak hiç neyi görmüyorsunuz. Gücün en çılpak, en iptidai formasıdır bu. Ve qiymətli əşyalar bitəndə en dəhşətli tələb gəlir. Pul, qızıl yok. Bizə qadınları verin. Bu cümlənin ağırlığını anlamaq belə çətindir. Artıq söhbət sağ qalmaq üçün mübarizədən çıxır, insanlığın tamamilə alçaldılmasına çevrilir. İnsanlığın çöktüyü son nöqtə bəlkə də budur. Bəli, və bu tələb digər palatalarda dərin bir mənəvi böhran yaradır. Kişilər acizlik, qürur və utanc arasında qalırlar. Qadınları qoruya bilməməyin verdiyi yük onların çiyinlərinə çökür. Bu, gücün təkcə fiziki deyil, həm də psixoloji təzyiqini göstərir. Amma bu vəziyyət həm də romanın əsas fiqurunu ön plana çıxarır. Həkimin arvadını, bütün bu xaosun içində fərqlənən tək insanı. O, kör olmur. Amma məni maraqlandıran budur. Onun görməsi bir lütfdür, yoxsa lənət? Görən tək göz olmaq ona hansı gücü və hansı dözülməz yükü verir? Bu hekayənin ürəyidir. Onun görməsi əlbəttə praktik bir üstünlükdür. Yolu o tapır, yeməyi o bölür, təhlükəni o görür. O kiçik qrupunun həyatda qalmasının səbəbidir. Amma bu həm də dəhşətli bir lənətdir. Çünki digərləri yalnız hiss etdikləri və ya təxmin etdikləri çirkinliyi o bütün detallarıyla görür. O, insanların necə alçaldığını, bir-birinə necə zülm etdiyini, ətraflarını bürüyən o fiziki və mənəvi çirkabı bütün çılpaqlığı ilə görməyə məhkumdur. O, insanlığın çöküşünün tək şahididir. Bəli, və bu, təsəvvür edilməyəcək qədər ağır bir psixoloji yükdür. Və o, təkcə şahid olmaqla qalmır. Qadınlar tələb olunanda digərləri tərəddüd edərkən ilk addımı atan olur və digər qadınlarla birlikdə gedir. Və sonda bu sistematik zorakılığa dözməyərək gizlətdiyi qayçı ilə dəstənin başçısını öldürür. Bu, bir tərəfdən ədalətin bərpası kimi görünə bilər. Amma digər tərəfdən, bu onun da o ibtidai dünyaya aid olduğunu göstərir. O, sağ qalmaq və öz liyaqətini qorumaq üçün özü də qatilə çevrilməli oldu. Sivilizasiyanı o dəlixanadakı son nümayəndəsi də zorakılığa əl atdı. Doğrudan da. Bu, bəlkə də hekayənin ən böyük faciəsidir. Onun bu hərəkəti bir üsyan qıvılcımı olur və zorakılığa məruz qalan başqa bir qadın çarəsizlikdən binanı yandırır. Yanğın isə həm hər şey məhv edir, həm də bir növ azadlıq gətirir. Hamı çölə qaçır və görürlər ki, əskərlər artıq yoxdur. Onlar da köxuraq olub gediblər. Sakinlər azaddırlar. Amma azad olduqları dünya dəlixananın içindən daha bətər vəziyyətdədir. Bütün şəhər kör olub. Bu çox ironik bir azadlıqdır. Onlar daha böyük bir həbsxanaya çıxırlar. Küçələr zibillə, çürüyən cəsədlərlə və ac, yolu azmış insanlarla doludur. İndi onlar təkcə bir dəlixananın deyil, bütün bir kör sivilizasiyanın sakinləridirlər. Sağ qalmaq mübarizəsi daha da amansızlaşır. Beləcə, bu kiçik qrup həkim və arvadı, ilk kör və arvadı, qara eynəkli qız, qara sarğılı qoca və çəpgöz oğlan həkimin arvadının liderliyi ilə bu apokaliptik şəhərdə həyatda qalmağa çalışır. Onlar bir kilsəyə sığınırlar və orada bəlkə də dəlixanadan daha sarsıdıcı bir mənzərə görürlər. Düşünün, sığındıqları kilsədə bütün müqəddəslərin heykəllərinin gözləri ağ parçayla bağlanıb. Ağ parçayla. Bu sadəcə bir detal deyil. Bu, insanlığın son ümid qapısını da öz əli ilə bağlamasıdır. Bu, ya Tanrı da kor olub deməkdir, ya da daha dəhşətlisi, sanki deyirlər ki, əgər biz görmürüksə, deməli bizi görən də heç kim yoxdur. Nə Tanrı, nə də vicdan. Bu, mənəvi boşluğun, şahidsiz bir dünyanın ən güclü simvoludur. Artıq heç kimdən və heç nədən utanmağa ehtiyac qalmayıb. Aydındır. Və bütün bu ümidsizliyin içində hər şey necə başlamışdısa, eləcə də qəflətən bitir. İlk kor olan adam, hekayənin başladığı o sürücü birdən-birə görməyə başlayır. Sonra digərləri bir-bir. Epidemiyanın sonu gəlir, heç bir elmi izah olmadan, heç bir səbəb göstərilmədən. Bu, hekayənin fiziki korluqla bağlı olmadığını bir daha sübut edir, elə deyilmi? Tamamilə.
Problem heç vaxt gözlərdə olmamışdı. Ona görə də sağalmağın da tibbi bir izahı yoxdur. Bu, sanki mənəvi bir sınaq idi və sınaq bitdi. Amma insanlar bu sınaqdan nə öyrəndilər? Hekayənin son səhnəsi bu suala cavab verir. Bəli, o son səhnə. Həkimin arvadı pəncərədən yenidən görməyə başlayan, təmizlənən şəhərə baxır. Və o an bir anlıq o da hər yeri ağ görür. Sanki o da kör olur. Və ərinə dediyi o son sözlər hər şeyi yekunlaşdırır. Necə deyir? Mənə elə gəlir ki, biz kör olmamışdıq. Əvvəldən kör idik və kör də qalmışıq. Görən amma görməyən körlar. Görən amma görməyən körlar. Bəli, bu bütün hekayənin açarıdır. Saramago deyir ki, fiziki körlük sadəcə bir metafora idi. Bizim əsl problemimiz bir-birimizin acısını görməməyimiz, egoizmimiz, məsuliyyətdən qaçmağımızdır. Biz onsuz da kör idik, sadəcə ağ xəstəlik bunu hər kəsi üçün görünən etdi. Beləliklə bu dərinliklərə endikdən sonra əldə etdiyimiz əsas fikir budur: sivilizasiya, qaydalar, əxlaq, bütün bunlar çox kövrəkdir. Gözlərimizi yumduğumuz an ya da daha doğrusu bir-birimizə baxmağı dayandırdığımız an hər şey çökə bilər. Həkimin arvadının görməsi ona bir güc verdi, amma eyni zamanda bütün insanlığın günahlarının yükünü də onun çiyinlərinə qoydu. Bəs siz gündəlik həyatınızda nəyi görürsünüz, amma əslində diqqət yetirmirsiniz, görməzdən gəlirsiniz? Əgər sabah bizim dünyamızda fərqli bir ağ xəstəlik, məsələn, bir empatiya körlüğü və ya həqiqət körlüğü yayılsa, nə baş verərdi? Bəlkə də fərqinə varmadan biz artıq o epidemiyanın içində yaşayırıq. Bu haqda düşünməyə dəyər.